Salam əzizləyicilər, hər vaxtınız xeyir olsun. Bugün Qaraqoyunlu dövlətinə aid test topusundan bəzi suallara baxırıq. Deməli, uyğunluq gözlənilmişdir. Kür sahili döyüşündə Şirvanşah 1-ci İbrahim məğlub oldu Ağqoyunlu qüvvələrinə. Burada səhvdir, Ağqoyunlu yox, Qaraqoyunlu qüvvələrinə məğlub olur. 1412-ci ildə bu müharibə olub. Kür sahili döyüş Qaraqoyunlarla Şirvanşahların arasındadır. Sədrut döyüşündə Qara Yusif məğlub oldu Teymur qoşunlarına. Xeyr, Qara Yusif Teymurlərə qalib gəlir. Qara Yusif məğlub olmur. Ona görə də bu da səhvdir. Alaşkəs döyüşündə Qara Yusif məğlub oldu Teymuri qüvvələrinə. Burada Qara Yusif deyildi, Qara İskəndər idi. Ona görə də bu da getdi. Yəni Qara Yusif 1420-ci ildə ölür, 1421-ci ildə Qara İskəndər hakimiyyətə gəlir. Bağdad döyüşündə Teymurlər qalib gəldi. Qaraqoyunlu Cəlali qüvvələrinə düzdür. Yəni doğru cavab deyildi. 1394-cü ildə Teymurlərə məğlub olurlar Qaraqoyunlu və Cəlalilər. Buna görə də İldırım Bəyazıtın yanına qaçırlar. Muş döyüşündə Qaraqoyunlar məğlub oldu Teymurlərə. Məğlub oldu Ağqoyunlara. Teymurlərə yox. Oldu cavab D variantı. Sacı hökmdarı Yusif ibn Əbsac və Qaraqoyunlu hökmdarı Qara Yusifin fəaliyyətinə aid olan ümumi cəhət. Şirvanşahlar dövlətini asılığa salıb, doğrudur, hər ikisi asılı vəziyyətə salmışdır. İdarə etdiyi dövlətin hülakülərin süqutu nəticəsində yaranması, ümumiyyətcə hülakü dövlətin zəifləməsi nəticəsində. Xeyr, bu səhvdir. Məsələn, Yusif ibn Əbsacın dövründə heç yox idi hülakülər. O dövrdə, yəni hülakülərin yaranmasının səbəbi ərəblərin zəifləməsi nəticəsində yaranır. Yeni sülalənin əsasını qoyubdu. Səhvdir. Nə Qara Yusif, nə də Yusif ibn Əbsac sülalə əsası qoymayıb. Xilafətə qarşı müharibə aparmaları Qaraqoyunlu dövründə xilafət yox idi. Bu da getdi. Yeni dövlətin əsasını qoyması Qara Yusif olar, amma Yusif ibn Əbsac artıq yaranmış dövlətə gəlir. Məhəmməd ibn Əbsac yaratmışdı dövləti. Ona görə də bu da səhvdir. Cavab oldu A variantı. Şirvanşahlar dövlətinin 15-ci əsrin 60-cı illər tarixi üçün sərcəvi olanlar. 60-cı illər, yəni söhbət 1460-cı illərdən gedir. Teymuri şahlıqla Ağqoyunlar əleyhinə ittifaqın bağlanması. Yox. Səfəvi dövlətin hərbi qüvvələri ilə toqquşması. 1460 Səfəvi dövlətinin hərbi qüvvələri. Məsələn, Səfəvi dövlətində 60-cı illərdə Səfəvi yox idi. Səfəvi 1501-də yaranır. Ona görə də bu da səhvdir. Qaraqoyunlu Cahanşahla hərbi ittifaq Şirvanşahlar dövlətinin 60-cı illəri. Elə budur variant. Yəni 1460-cı ildə bunlar Şirvanşah 1-ci Xəlilullahla orada Samur döyüşü olur. O döyüşdən söhbət gedir 1460-cı ildə. Bunlar ittifaq qururlar. Səfəvi dövlətin asılılığını qəbul etməsi. Səfəvi dövlət yox idi burada. Səfəvilər var idi, dövlət yox idi. Alaşkəs döyüşündə Teymurlərlə birlikdə Qara Yusifə qarşı vuruşması. Teymurlərlə birlikdə xeyr. Qara Yusif ümumiyyətcə yox idi burada. Qara İskəndər idi. Ondan sonra Şirvanşahlar dövlətinin 15-ci əsrin 20-30-cu illəri, yəni 1420-30. Bu illərdə nələr olubdu? Deməli, Səfəvi dövlətinin hərbi qüvvələri toqquşması. Səfəvi dövləti yox idi. Dövlətin süqutu uğradılması. Dövlət 1538-ci ildə süqut edibdi. 16-cı əsrə düşdü. Səhvdir. Sonra Ağqoyunlu Sultan Yaqubla Səfəvilər əleyhinə ittifaqa girməsi. Yox. Qaraqoyunlu Qara Yusiflə hərbi ittifaqa girməsi. Qaraqoyunlu Qara Yusif 1420-də ölübdür. Bu dövrə düşmür. Teymuri şahlıqla Qaraqoyunlu əleyhinə ittifaqa girməsi. Baxın, elə budur. Teymuri şahlıqla Qaraqoyunlara qarşı mübarizəyə girməsi. Budur. Y variantı doğrudur. Uyğunluq gözlənilmişdir. Qaraqoyunlu dövlətinin banisi Qara Yusif. Uyğunluq gözlənilmişdir. Qaraqoyunlu dövlətinin banisi Qara Məhəmməd deyil. Qara Məhəmməd yox. Qara Yusif.
Əsəd döyüşündə qalib gəldi Teymurlər. Teymurlər yox. Əsəd döyüşü heç Teymurlər yox idi. Burada Qaraqoyunlarla Cəlalilər idi. Ona görə də bu da səhvdir. Sədrut döyüşündə qalib oldu Qaraqoyunlu, yəni Qara Yusif. Teymurlər məğlub olmuşdu. Teymurlər Azərbaycandan qovuldu. Alakot döyüşü nəticəsində söhbət Sədrut döyüşündən gedir. Teymurlərin Azərbaycandan qovulması. Muş döyüşündə qalib gəldi Qaraqoyunlular. Bir dəqiqə. Yoğunluq gözlənmişdir. Sədrut döyüşündə məğlub oldu deyirik. C variantı. Y də səhvdir. Muş döyüşündə qalib gəldi Ağqoyunlar yox, Ağqoyunlar qalib gəldi, Qaraqoyunlar yox. Onda da Ağqoyunlu dövlət deyildi. Sədrut döyüşündə məğlub oldu. Teymurlər məğlub oldu. Qalib gələn Qara Yusif olmuşdur. Yəni Qaraqoyunlar. Uyğunluq gözlənilmişdir. Sədrut döyüşündə qalib gəldi. Baxın burada qalib gəldi deyil. Teymurlər yox, Qara Yusif. Əsəd döyüşündə məğlub oldu Cəlalilər. Doğrudur. Bununla da Cəlalilər süqut edir və Qaraqoyunlu dövlətinə əsası qoyulur. Qaraqoyunlu bəyliyinin banisidir Qara Yusif yox. Qara Yusif dövlətin banisidir. Muş döyüşündə qalib gəldi Qaraqoyunlu dövlətin qoşunları. Muş döyüşündə qalib gəldi Qaraqoyunlu yox, Ağqoyunlar. Dövlət deyildi onda. Ağqoyunlar. Alakot döyüşündə qalib gəldi Qaraqoyunlar yox, Teymurlər. Ona görə də B variantı. Verilənlərin nəticəsinə aiddir. Azərbaycan yeni sülalənin hakimiyyətə başlandı. Oğuzların Azərbaycanda və qonşu ərazilərdə siyasi hakimiyyətin yenidən bərqərar oldu. Yəni yeni sülalənin hakimiyyətinə başlanması. Burada yəni söhbət Qaraqoyunlu dövlətin yaranmasından gedir. Dövlət verilənlərin nəticəsi. Qonşu ərazilərdə siyasi hakimiyyəti yenidən bərqərar oldu. Qaraqoyunlu dövləti yarandı. Verilənlərin nəticəsidir. Qaraqoyunlar qalib gəldi və Teymurlər Azərbaycan qovuldu. Sədrut döyüşü 1408-ci ildən söhbət gedir. Sədrut B variantı. Verilənlərin nəticəsi Azərbaycanda yeni sülalənin hakimiyyəti başlandı. Yeni sülalənin Azərbaycan Ərəb İraqının bütün hakimləri Qara Yusifin hakimiyyətinə keçdi. Deməli, Qara Yusifin hakimiyyəti altına keçib ərazidir. Bunlar hamısı Cəlaliri Sultan Əhməddə idi. Ona görə də burada 1410-cu ildə Əsəd döyüşündə qalib gəlməsindən bunların yəni Cəlalilər süqut edir, Sultan Əhməd öldürülür və Qaraqoyunlu dövlətinə əsası qoyulur. İndi baxaq görək variantlardan hansında var. Qaraqoyunlar Cəlaliri Sultan Əhməd üzərində qələbəsindən sonra 1410-dan. Bu cavab. Verilənlərin nəticəsidir. Deməli, Şirvanşah 1-ci İbrahim Qaraqoyunlardan asılılığı qəbul edir. Söhbət 1412-ci ildən gedir. Yəni Kür sahili döyüşdə. Burada yəni bunlar ittifaq qururlar. Şirvanşah 1-ci İbrahim öz ətrafına adamlar yığır. Yəni bunların öz yanında adamları var. Yəni döyüş dostları da belə deyək. Məsələn bunlar kim idi? Kaxetiya çarı Konstantin var idi. Sonra Şəki hakimi Seyid Əhməd var idi. Bunlar ittifaqı qururlar, amma Qara Yusif bunlara qalib gəlir. Sonra Qara Yusif öz hakimiyyətini Azərbaycan şimal torpaqlarına yayır. Bunların da hamısı dedik 1412-ci ildə Kür sahili döyüşü. Ona görə də cavab C variantı. Kür sahili döyüşü. Qalibiyyətli müharibələr nəticəsində yaranan bu dövlət Kür çayı sahilində döyüşdə müttəfiqlər üzərində qələbə qazanır. Osmanlılarla dostluq əlaqəsi saxlayırlar. Burada söhbət gedir. Qalibiyyətli müharibələr nəticəsində yaranan bu dövlət Kür sahili döyüşdə müttəfiqlər üzərində qələbə çalır və Osmanlılarla dostluq əlaqəsi saxlayırlar. Mətndə haqqında danışılan Şirvanşah dövləti ilə müttəfiqlər üzərində qələbə qazanılır. Yəni Kür sahili döyüşdə burada söhbət 1412-ci ildə Kür sahili döyüşdən gedir və Qaraqoyunlarla. Yəni Osmanlılarla dostluq var. 1394-cü ildə Bağdad döyüşündə qalib gəlməsi, Bağdad döyüşündə Teymurlərə məğlub olurlar. Buna görə də qaçırlar İldırım Bəyazıdın yanına.
Teymurlərlə müharibə aparıbdı, düzdür, 1412-ci ildə. Bir dəqiqə. Şirvanşahlar dövləti ilə, hə, Teymurlar arasında. Bu doğrudur da. Məsələn, Alaşkət döyüşü, ümumi cəhətdə Alaşkət döyüşü 1421-ci ildə Teymurlərlə müharibə aparıb, Şirvanşahlar dövləti də aparıbdı. 15-ci əsrdə süqut uğramaları, məsələn, Şirvanşahlar dövləti ilə ümumi cəhət, Şirvanşahlar 1538-dədir. Yəni 16-cı əsrə düşdü. Ona görə bu olmaz. Ərdəbil şeyxləri qoşunları üzərində qələbə. Şirvanşahlar, bəli, Şirvanşahlarla Qaraqoyunlar birləşirlər. Məsələn, 1460-cı ildə Samur çayı sahilində döyüşdə. Buna görə də götürürük. Yəni bu doğrudur. Cavab olur 1 ilə 3. Teymurlərin paytaxtını ələ keçirməsi. Xeyr, Şirvanşahlarda belə bir şey olmuyor. Amma məsələn, Qaraqoyunlarda Cahanşah 1458-ci ildə belə bir olubdu. Paytaxtın ələ keçirilməsi. Deməli, cavab 1 ilə 3, amma Şirvanşahlarda yoxdur o söhbət. Ona görə də D variantı doğrudur. Bir dənə də bu suala baxaq. Sonuncu sualımız. Deməli, uyğunluq gözlənilmişdir. İndi Qaraqoyunlu hökmdarı Qara İskəndərlə Cahanşaha aid olan əlamətləri bizdən istəyir. Deməli, Alaşkət döyüşündə Teymur qoşunlarına məğlub oldu. Bəli, Qara İskəndər 1421-dən söhbət gedir. A-nı götürdük. Teymuri Şahruxun ölümündən sonra müstəqil siyasət yürütdü. Bu Cahanşaha aiddir. Cəlallərlə ittifaqda Əmir Teymura qarşı mübarizə aparması, yəni Qara İskəndər dövründə Cəlalləri yox idi. Ona görə də bu da getdi. Cahanşahın dövrünə aid olanlar. Qaraqoyunlu dövlətin sonuncu hökmdarı. Xeyr, sonuncu hökmdar Həsən Əlidir. Ona görə də bu variant getdi. Teymuri Əbu Səidlə Herat sülhünün imzalanması. Düzdür. Əbu Səidi söhbət 1458-ci ildə gedir Herata və burada olur. Lakin oğullarının üsyanları nəticəsində Həsən Əlindən Pir Budağın üsyanı nəticəsində bu geri qayıdır. 1409-cu ildə də təzminat alıb geri qayıdır. Herat sülhü Cahanşaha aiddir. B-ni də buradan götürdük. Teymuri Şirvanşah ordusu tərəfindən məğlub olmuşdur. Yox. Ordusu tərəfindən bu da belə bir yoxdur. Deməli, 1-ə A, 2-ə B. 1-ə A, 2-ə B. Hə, C var. B variantı. Deməli, bu qədər testlərin izahı bu qədər. Hələlik sağ olun.